Bir nəfər məndən 14.000 manat pul götürüb iş görmək üçün və iri buynuzlu heyvan alıb və satacaqdıq və qazancına da şərik olacaqdıq. Bir müddətdir o işi görəndən sonra gedib o pulu dinləyicimizin iddia etdiyinə görə qumar vasitəsilə ulduzub hansısa bir formada. Bu deyir dələduzluq əməli sayılırmı? İndi mən nə etməliyəm? 14.000-i əli ilə verib indi ayağı ilə axtarır. Aydındır. Bu açıq aydın dələduzluq əməlidir. Şəxs bununla bağlı polis orqanına, yəni yaşadığı yer üzrə polis orqanına müraciət etməlidir. Və bununla bağlı ərizə yazmalıdır. Qeyd olunan cinayətin törədilmə halları, əməlin törədilmə halları ilə bağlı. Və burada əsas diqqət etməli olacağımız məsələlərdən biri şəxslərin bir-birini nə vaxtdan tanımağıdır. Çünki dələduzluq əməlinin tərkibini formalaşdıran əsas elementlərdən ikisi var. Birincisi etibar olmalıdır, etibardan sui-istifadə olmalıdır. Yəni, etibar olmalıdır ki, etibardan sui-istifadə olunsun və ya şəxs aldalınsın. Aydındır mı? Əgər təbii ki, bunlar iş qurmaq adı ilə yola çıxıblarsa, deməli şəxsə bir-birini tanıyırlar artıq. Və etibar ediblər. Etibar ediblər. Əgər başqa şəxs, zərər çəkmiş şəxsin, deyək ki, zərər çəkmiş şəxsin etibarından sui-istifadə edərək onu aldadıbsa, iş qurmaq adı ilə pul alıbsa, sonradan həmin pulu digər öz vəsait üçün xərcləyibsə, öz ehtiyacı üçün, şəxsi ehtiyacı üçün sərf edibsə, bu avtomatik olaraq dələduzluq cinayətinin tərkib əlamətini yaradır və əməl dələduzluqdur. Bəli. Yəni bununla bağlı polis orqanına, yaşadığı yer üzrə polis orqanına müraciət eləsin, törədilmiş əməllə bağlı müraciət eləsin, qeyd olunan hallarla bağlı ərizə yazmalıdır, izahatları alınacaq və bundan sonra cinayət prosesini həyata keçirən orqan lazımlı tədbirlər həyata keçirərək istintaq aparacaqdır və bunun nəticəsində davamlı olaraq məhkəməyə iş göndəriləcəkdir.